Bəli, bu həftədə bir neçə tanınan ifaçı xanımların stilini şərh edib, doğru yanlışlıqları sizə təqdim edəcəyik. Olduğu kimi, stilist gözü və sözü ilə. Şərhlərə keçməzdən öncə, stillərə qiymət biçən stilist Pərvizin öz geyimi, daha doğrusu köynəyi diqqətimizi çəkdi. El Secanın kolleksiyasındandır, konsertindən, kağız konsertindən. Onda mənim üçün belə bir paltar tikdirmişdik. İndi keçək mətləbə. Qiymətli stilin ilk tanınan xanım qonağı rəqqasə Fatimə. Çox qabartılı makyajdan istifadə edir və üst tonu çox ağ edir. Stilistimiz səni sadə və nisbətən tünd tonlaşdırmalı vizajda görmək istəyir. Məsləhət sənindir. Saç düzümündə nə qüsur var? Heç bir yəni orada qüsur görmürəm. Bəli, doğrunu danmaq olmaz. Geyimin şərhinə keçən zaman stilist tək Fatiməyə yox, bütün xanımlara üst tutur. Bütün xanımlara bunu deyirəm. Əgər altdan güpur bir köynəkdə nəsə bir paltarın istifadə edirsinizsə, üst geyim mütləq ona uyğun olmalıdır. Yəni belə qalınlığında pencəyə istifadə olunmamalıdır. Bəli, olmamalıdır. Bəs rənglər necə olur? Neon parlaq rənglərdir, 2013-cü dəbidir. Sadəcə olaraq Fatimə xanımın seçdiyi paltar pencə, yəni koftası uyğun gəlmir bir-birinə. Ayaqqabı da qüsurludur. Ayaqqabı ayağına gördüyümüz kimi böyükdür. Burun açıq ayaqqabı geyinirsənsə, ona uyğun corablar, sanki ki, barmaq ucları bayırda qalan corablardan istifadəsi daha məntiqə və məqsədə uyğun olardı. Hər şeyi dedik, bircə qaldı aksesuarlar. Təəssüflər olsun ki, burada da qarma-qarışıqlıq, necə deyərlər, hökm sürür. Sadə və şık aksesuarlardan istifadəsi daha məntiqə uyğun olardı. Ən azından pencənin qolu uzundur və Fatimə xanım bir qola, qol yerinə iki qolu da bağlayıb. Yəni bu düzgün deyildir. Bu da hər zaman çəkinmədən imicini stili şərhinə buraxan xanım müğənnimiz Mətanət İskəndərli. Minuslarını demək istəyirəm. Hansılardır onlar? Gözaltı ətli olduğuna görə çox tonallı kremdən istifadə edib. Yəni bu efirdə də çox da gözəl görsənmir. Gözaltı korrektorlardan istifadə edib. Bu daha gözəl effekt, efir effekti əldə etmiş olardı. Sadə geyimə nə bir söz, nə də qüsur deyilməzdi. Sadəcə olmasaydı, ətəndəki kəsiklər. Adətən Mətan xanım fikir vermişəm, kəsiklər həmişə böyür tərəflərdən olur. Yəni kəsiklər arxa tərəfdə olsaydı daha gözəl bir effekt alardı. Burada istəsək də, istəməsək də təkrarçılığa yol verəcək. Rəqqasə Fatimə kimi Mətanət İskəndərli də corab seçimində yanlış bir rəngə müraciət edib. Stilist Pərviz aksesuarlara göz gəzdirər-gəzdirməz iradın şiddətini bir qədər də ucaldır. Ən azından bunu bilmək lazımdır ki, əgər açıq dekoltə yoxdursa, istifadə elədiyin sırğa ona uyğun olmalıdır. Yəni ki, açıq olmayan bir dekoltədə uzun, böyük, qabartılı sırğa taxmaq məqsədə uyğun deyildir. Nəhayət, Mətanət xanımın stilində tək bir nüans müsbət rəylə qarşılaşır. Saç rəngi Mətanət xanıma yaraşır. Bizim Nata həmişə olduğu kimi Nata xanım həmişə kimi gözəldir. Stilist Pərviz Natavan Həbibini xoş sözlərlə qarşıladı. Amma bu o demək deyil ki, Pərviz çox sevdiyi Natanın stilindəki səhvlərə göz yumacaq. Yox. Makyaj Nata xanım həmişə gördüyümüz makyaj, yəni qeyri-adi, yenilik bir makyaj və başqa bir şey görməmişəm. Saç rəngi Nata xanıma çox yaraşır, köynəyi də bəyəndim. Düz sözə zaval yoxdur deyiblər. Bir irad da ondan ibarətdir ki, əksər Nata xanımın kadrlarında, efirlərdə biz ancaq şalavarda görürük. Hansı ki, Nata xanım elə də bir bir fiqurası, yəni bədən ölçüsü yoxdur ki, onu gizlətsin. Yəni biraz şalavarlardan uzağa qaçsa daha məsləhətə uyğun olardı. Amma digər həmkarlarından fərqli olaraq aksesuar seçimində üstün zövq nümayiş etdirib. Nata xanım aksesuarlarını bəyəndim. Həmişə kimi hər şey öz yerindədir. Öpürəm buradan Nata xanımı. Bu şərhlər. İndi görək stilistin qiymət boğçasından tanınan xanımlara nə pay düşəcək? Saç düzümündən başqa qalan heç bir şey uyğun olmadığına görə Fatimə xanıma buradan 3 verirəm. Mətan düzgün makyaj seçməyib. Bu bir. Yəni geyindiyi libas, ayaqqabısı bir-birinə qətin uyğun getmir. Bu iki. Və taxtığı aksesuara görə
Mətanət xanıma biz 3 veririk. Bəli, Mətanət İskəndərli 3 qüsuru ilə stilistimizdən elə 3 qiyməti aldı. Hər şey bir-birinə uyğundur. Sadəcə olaraq Natəvan Həbibiyə burada şalvarlardan vaz keçməsi üçün 5 çıx verirəm. Qurtardı.